mütləq əksəriyyəti cavab verə bilməyəcəklər. Sadəcə deyəcəklər ki, bunlar bizim böyüklərimizdir. Bizim ata-babalarımızdan belə gəlib ki, biz bunlara hörmət edirik. Bu dəlil özü özlüyündə doğru dəlil deyildir. Biz Peyğəmbər və Əhl-i Beyt əleyhimussalamı sevirik, onlara ehtiram edirik və onlara dəyər veririk. Həyatda çoxlu firqələr, çoxlu məktəblər var ki, kimlərisə müqəddəs elan edib, onlara öz sevgilərini nümayiş elətdirirlər. Siz çoxlu bəlkə də yüzlərlə indiyə qədər videolar görmüsünüz ki, məsələn bir şəxsi bəhbəhlə ortaya gətirirlər, görürsən əllərindən öpürlər, az qala ayaqlarından öpürlər, öz sevgilərini bu formada izhar edirlər. Həmin insanların özündən soruşsan ki, sənin bu sevgini, bu sevgivi nə ilə əsaslandırarsan? Nə üçün sən bu insanlara qarşı bu cür sevgi ilə davranırsan, sevgi nümayiş elətdirirsən? Mütləq əksəriyyəti cavab verə bilməyəcəkdir. Sadəcə deyəcəklər ki, bunlar bizim böyüklərimizdir. Bizim ata-babalarımızdan belə gəlib ki, biz bunlara hörmət edirik. Ona görə biz də bunlara sevgi və hörmətlə yanaşırıq. Lakin bu ifadə, bu dəlil özü özlüyündə doğru dəlil deyildir. Bu səbəb ola bilməz ki, insan birini həddən artıq çox sevsin və onu müqəddəslik səviyyəsinə qaldırsın. İnsanın birinə aşiq olması və onu müqəddəslik səviyyəsinə qaldırmasından ötürü mütləq onun dəlili olmalıdır, əsası olmalıdır. Biz Peyğəmbərimiz və imamlarımızı, hansı ki Peyğəmbərin dilindən onların bir-bir adları bizə bəyan edilmişdir və Peyğəmbərimizin dilindən hədislərdə, təkzib edilməz hədislərdə gəlmişdir ki, məndən sonra Əli və onun övladları bu ümmətin imamıdırlar. Onlar haqlandır, haqq onlarlandır. Onlardan ayrılmayın, onları sevin. Hətta Qur'an-ı Kərimdə Allah Taala Əhl-i Beyt əleyhimussalama olan sevgini belə əsaslandırır. Deyir ki, daha doğrusu Peyğəmbərin dilindən belə buyurur. La əs'alukum aleyhi əcrən. La əs'alukum aleyhi əcrən. Mən risalətin müqabilində sizdən heç bir şey istəmirəm. İlləl məvəddətə fil qurba. Yalnız yaxınlarıma sevgidən başqa. Quran bunu belə bəyan edir ki, Əhl-i Beyti sevin. Bu çox önəmlidir. Yəni Quranın və Peyğəmbərin dilindən gəlmiş hədislər ki, bizi yönləndirir. Biz Əhl-i Beyt əleyhimussalamı, Əli əleyhissalamı və ondan sonra gələn imamları sevək. Lakin bizim sevgimizin əsasını yalnız bu gələn hədis və ayələr təşkil etmir. Daha dərin bir məna vardır. O məna o insanların, yəni bizim sevdiklərimizin, hörmət etdiklərimizin, müqəddəs bildiklərimizin həyat tərzi onu göstərir ki, onlar bu dünyanın ən üstün insanlarıdırlar. Yəni, Əhl-i Beyt ardıcıllarının bu sevgidə dəlili bundan ibarətdir ki, biz sevdiklərimizi yaranmışların ən üstünü hesab edirik. Onların həyat tərzi, onların davranışı, onların əxlaqı, onların düşüncəsi, onların bu dünyada göstərdikləri xidmət onu bizə göstərir ki, bu insanlar, sevdiklərimiz, iqtida etdiklərimiz, bütün bəşəriyyətin ən üstünüdürlər. Ona görə də biz onlara bu sevgini ifadə edirik. Onlar həyatda ikən və hətta həyatdan sonra, yəni
həyatdan köçəndən sonra da belə onlar bəşəriyyət üçün önəmlidirlər. Mənim əziz qardaşımın oxuduğu qəsidə bir şəxsin Almaniyadan xəstə xanımını gətirib İmam Rıza Aleyhisselamın müqəddəs hərəmində şəfa tapmasından bəhs edir. Hansı ki onun əli hər yerdən üzülmüşdü, lakin bizim etiqadımız var. Bir qapı var ki, o qapı heç vaxt bağlanmaz. Bir güc var ki, o güc bütün maddi aləmə hakimdir. O gücün qabağında heç bir güc tab gətirə bilməz. Əhl-i Beyt əleyhimussalamın gücü də Allaha bağlı olan həmin gücdür. Bax, ondan bəhs elədi. Deməli, bizim sevginin əsasını məhz onları ən üstün şəxs bilməyimiz qərar vermişdir. İbrahim İbn Abbas adında bir şəxs belə nəql edir. İmam Rıza Aleyhisselam barəsində. Buyurur, "Ma ra'aytu Əbəl Həsən Rıza Aleyhisselam cəfa əhədən bi kəlamih qəttu." Həyatım boyu görməmişəm ki, İmam Rıza Aleyhisselam bir şəxsi belə öz danışığı ilə incitsin, azarlasın. İnsan bir ömür həyat yaşayır, amma bir dəfə də olsun belə öz danışığı ilə kimsəni azarlamır, kimsənin qəlbini qırmır, kimsənin şəxsiyyətini alçaltmır. Bu söz olaraq bunu ifadə eləmək çox asandır. Sən yerdə əyləşmirsən, bunu düşünürsən. Ola bilər dərk də eləyirsən, əminəm ki dərk eləyirsən. Lakin bunu yaşamaq, həyatda tətbiq etmək həddən artıq müşkül bir şeydir. Amma İmam Rıza Aleyhisselam belə bir şəxsdir. Ömür boyu heç kəsin qəlbini öz kəlamı ilə incitməmişdir. Ardıca buyurur, "Bi kəlamihi qəttu və la rəəytuhu qətəə alə əhədin kəlamə hətta yafruğa minhu." Bir dəfə görmədim ki, biri danışa, İmam Rıza Aleyhisselam onun sözünü kəsə. Dinləmə mədəniyyəti ən üstün mədəniyyətlərdən biridir. O insan ki dinləyə bilir, o insan çox mədəni insandır. Üstün insandır. Həqiqi insan adını ona vermək olar. O adam ki dinləmə mədəniyyəti yoxdur, qarşı tərəfin dərhal kəlamını kəsir, qoymur öz fikrini ifadə eləsin, hətta səhv olsa da belə. Peyğəmbər sallallahu aleyhi və aleyh Məkkədən Mədinəyə köçəndən sonra insanlar ona etiraz eləyəndə Peyğəmbər dinmirdi. Axıracan o insanların bütün fikirlərini dinləyirdi. Fikirləri dinləmək, dinləmə mədəniyyəti ən üstün mədəniyyətlərdən biridir. Ona görə buyurur ki, heç zaman görmədim İmam Rıza Aleyhisselam bir dəfə bir insanın sözünü kəsə. Və ma rəddə əhədən ən hacətin yəqdiru aleyhi. Üçüncüsü, bir dəfə görmədim ki, bir nəfər İmam Rıza Aleyhisselama bir ehtiyacını dilə gətirə və Həzrətin onu yerinə yetirməyə gücü ola, lakin rədd edə. Heç vaxt yox sözünün onun dilindən eşitmədim. Bu bütün imamlarımızın xüsusiyyəti olub. Əgər biri ondan nəsə bir xahiş eləyərsə, bacararlarsa o xahişi yerinə yetirərlər. Yox deməzlər. Fərəzdəq böyük şairdir. İmam Səccad əleyhissalam 4-cü imamımıza şeir oxuyanda onun barəsində deyir ki, siz heç vaxt la, yəni yox kəlməsini işlətmirsiniz. La'nı, yəni yox kəlməsini yalnız namazda Allahın təkliyinə şəhadət verərkən işlədirsiniz. Deyirsiniz, əşhədu ən la ilahə illallah.
şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq varlıq yoxdur. O yoxdur, lanı yalnız namazda Allahın təkliyinə şəhadət verərkən işlədirsiniz. Əgər orada da məcbur olmasanız, o yoxu da nəəm, yəni bəliyə çevirərsiniz. İnsan o zaman insandır ki, onun cəmiyyətə faydası dəyir. O yalnız özü üçün yaşamır. Özü üçün yaşayan insan dəyərsiz insandır. Faydası cəmiyyətə yetən insan əxlaqlı insandır. Ona görə də İmam Rıza Aleyhisselam heç zaman bacardığı şeyə yox deməzdi. وَلَا مَدَّ رِجْلَيْهِ بَيْنَ يَدَيْ جَلِيسِهِ لَهُ قَتُّ Və heç zaman görmədim ki, İmam Rıza Aleyhisselam əyləşə öz ayaqlarını başqasının qabağında uzada. Heç vaxt. Qonaq əgər evə gəlirsə, qonağa ehtiram etmək vacibdir. Əkremiz zeyf vələv kanə kafira. Bizim hədislər belə deyir. Qonağa hörmət et, hətta kafir də olsa belə. Kafirə də ehtiram vacibdir. Əli Aleyhisselamın evinə bir nəfər qonaq gəlmişdi. Həzrət əyləşmişdi, durdu, getdi, öz qonağını nəsə ikram etməkdən ötürü. Bu şəxs dedi, ya Əmirəl-Müminin, rica eləyirəm səndən, mənim kimi bir şəxsin ləyaqəti yoxdur, sənin kimi bir əmir, bir padşah dura, məsələn ona çay gətirə, su gətirə, nə bilim, yemək gətirə. Həzrət buyurdu, xeyr, sən mənim qonağımsan, mənim kimliyimdən asılı olmayaraq ev sahibi qonağına ehtiram etməlidir. Bu bizim mədəniyyətimizdir, bu bizim əxlaqımızdır. İndiyəcən formalaşmış əxlaqımız bundan ibarətdir. Və bütün imamlarımız, o cümlədən də İmam Rıza Aleyhisselam, qonağa bu cür ehtiram qoyarlar. Nəinki ayaqlarını qonağın yanında uzadarlar. Məlum olur ki, ayağı qonağın yanında uzatmaq mədəniyyətsizlikdir. Ardıca buyurdu, وَلَا اِتَّكَى بَيْنَ يَدَيْ جَلِيسٍ لَهُ قَتُّ Nəinki təkcə ayaqların İmam Rıza Aleyhisselam qonağın qabağında uzatmazdı. Hətta söykənməzdi, yayxınmazdı. Bəzi insanlar var, görürsünüz, yayxınır əyləşdiyi stolda və yaxud kresloda, hər nəsə. Amma mədəni insan odur ki, qarşısındakına ehtiram qoya. Çünki yayxınmaq müəyyən manada özünü ondan üstün hesab etmək və ona əhəmiyyət verməmək anlamına gəlir. İmam Rıza Aleyhisselam heç zaman bu işi getməzdi. وَلَا رَأَيْتُهُ شَتَمَ أَحَدًا مِنْ مَوَالِيهِ وَمَمَالِكِهِ قَتُّ Bir dəfə ömrümdə görmədim ki, İmam Rıza Aleyhisselam öz xidmətçilərini, əlinin altında çalışanları söysün, təhqir etsin. Bir insan kimlərəsə rəhbərlik edir. Ya bir şirkətdir, əməkdaşlara rəhbərlik edir. Ya bir vəzifə sahibidir, əməkdaşlara başçılıq edir. A'lətur riasə si'atus sədr. Rəhbərlik etməyin aləti geniş ürəklilikdir. Yəni əxlaqlı olmaqdır. Məmur amirdən əxlaq görməlidir, mədəniyyət görməlidir. İşçi rəhbərdən əxlaq və ədəb götürməlidir. Təkcə onun inzibati əmrlərini eşitməməlidir. Onun rəhmətini, mərifətini, rə'fətini də görməlidir. Ona görə buyurur ki, mən heç zaman görmədim İmam Rıza Aleyhisselam öz əlinin altında çalışanları bir dəfə sözü ilə təhqir etsin. وَلَا رَأَيْتُهُ يُقَحْكِهُهُ فِي زَهْكِهِ قَتُّ Heç zaman görmədim İmam Rıza Aleyhisselam qəhqəhə çəksin. وَلَكَانَ زَهْكُهُ التَّبَسُّمْ Onun gülüşü yalnız təbəssüm etməkdir. Bəzi insanlar görürsən ki, təbəssümdən keçir, qəhqəhə çəkir, hətta başqalarını narahat edəcək dərəcədə. Bu mədəniyyətsizlikdir, bu qabiliyyətsizlikdir.
Ve kana iza khala ve nusibet maidetuh eclese ma'ahu ala maidetihi memaliki. İmam Rıza Aleyhisselam haçan süfrə açılsaydı, bütün xidmətçilərini də süfrə qırağına çəkərdi. Həttəl bəvvab və sais, hətta çoban, hətta qapıda duranları belə, yəni kimliyindən asılı olmayaraq, hər kəsi süfrə qırağına dəvət edərdi. Və kana aleyhisselam qalilun nom. Hətta biri dedi ki, Həzrətə, dedi, ya ibn Resulillah, olarmı ki, onlar üçün ayrıca süfrə salasan, bizim üçün ayrıca süfrə? Həzrət buyurdu ki, xeyr, olmaz. Niyə? Niyə ya ibn Resulillah? Buyurdu ki, atamız birdir, Adəm, anamız birdir, Havva, mənlə onu fərqləndirən yalnız təqvadır. Qiyamətin günü bəlli olacaq ki, sən üstünsən, yoxsa o qapıda duran şəxs. Qiyamətin günü bəlli olacaq, sən üstünsən burada əlləri ağappaq olan, ya həmin o əlləri palçığa bulaşmış, amma zəhməti ilə haram qazanmayaraq öz ailəsinə, övladlarına halal çörək daşıyan fəhlə. Orada məlum olacaq. Bizlə onları fərqləndirən, ya onlarla bizi fərqləndirən heç bir şey yoxdur. Hər şeyi Allah görür, Allah qiymətləndirir, hamımız köçüb gedəcəyik, orada məlum olacaq ki, kimdir Allah yanında daha əziz olan. İmam Aleyhisselam qalilun nom billeyl, kesirun nahar. Həzrət deyir, gecələri çox az yatardı. Kesirus sehr, çox oyaq qalardı. Hətta bəzən bütün gecələri səhərə qədər oyaq qalardı. Və kana kesirus siyam. Həzrət çox oruç tutardı. Fəla yafutuhu siyamu səlasətə əyyamin fişşər. Hər ay 3 gün oruç tutmağı Həzrət heç zaman tərk etməzdi. Bilirsiniz də müstəhəbbidir. İnsan qəməri aylarda, deməli hər ayın birinci cümə axşamısını, bir də axırdan sonuncu cümə axşamısını, bir də ortadan həftənin 3-cü gündə oruç tutsun. Hətta Həzrət buyurur ki, zalikə savmud dəhər. Hər kəs ayda bu 3 dəfəni oruç tutarsa, bu ömürlük oruca bərabərdir. Sanki insan bir ömür oruç tutub. Təsəvvür edin, hər ay 3 gün oruç tutmaq, 27 gün yemək, sanki bütün ilin orucuna bərabərdir. Və kana aleyhisselam kesirul ma'ruf. İmam Aleyhisselam çox əli açıq idi. Heç zaman əlini sıxmazdı. Kesirul ma'ruf. Və sədəqə fis-sirr. Çox zaman gizlincə sədəqə verərdi. Və əksəru zalik yakunu minhu fil-layaliyil müzlimə. Çox vaxt sədəqələri gecə qaranlığında verərdi. فَمَنْ زَعَمَ أَنَّهُ رَعَوْ مِسْلَهُ فِي فَزْلِهِ فَلَا تُصَدِّقُونَ. Kimsə iddia eləsə ki, mən İmam Rızadan daha üstün və fəzilətli bir şəxs görmüşəm, deyir, onu təsdiq etməyin, yalançıdır. Onlar ən üstünüdülər. Bayaq danışdığım, biz nə üçün onları sevirik? Bu sevgimizin kökündə nə dayanır? Onların həyat tərzi, onların ən üstün olması və ən ali olması. Qısa bir hekayə nəql eləyim. Keçən dəfə bu hekayəni nəql eləmişəm. Mənim bəzi dostlarımızdan xahiş eləmişdi ki, bu hekayəni yenidən təkrarlayayım, ta ki yaddaşları təzələnsin, eşitməyənlər də eşitsin və çox maraqlıdır. Mən özüm də bu hekayəni nəql etməkdən İmam Rıza Aleyhisselamdan çox xoşlanaram. Du'bəl-i Xuzai məşhur Əhl-i Beyt şairidir. Çox əzəmətli bir şəxsdir. Bir gün gəldi İmam Rıza Aleyhisselamın huzuruna. Dedi, ya ibn Resulillah, mən bir qəsidə yazmışam. İstəyirəm bu qəsidəni sizin üçün oxuyam. İmam Aleyhisselam Du'bəli dinlədi
Qəsidənin ümumi məzmunu bundan ibarətdir ki, o evlər ki, həmin evlərdə Quran ayələri tilavət olunurdu və Quran təfsir edilirdi, hal-hazırda həmin o evlər boş qalıb. Yəni, siz Əhl-i Beyti sizin diyarınızdan, Mədinədən sürgün ediblər. Sizlərdən bəzisinin qəbri Nəcəfdədir, bəzisinin qəbri Kərbəladadır, bəzisinin qəbri Kazimindədir. Yəni, siz Əhl-i Beyti, Peyğəmbər ailəsini öz vətənlərindən didərgin salmışlar. Və onlara zülm etmişlər, haqsızlıq etmişlər. Hətta əllərində olan imkanatları da onlardan almışlar. Bu məzmunda bir şeir oxudu, amma baxmayaraq ki, sizlərə bu bəşəriyyət və bu dünya bu qədər zülm etmişdir, amma siz fəzilətin ən uca zirvəsində dayanırsınız. İmam Əleyhisselam buyurdu ki, Dö'bəl, icazə verirsənmi mən sənin bu qəsidəvə bir beyt də əlavə eləyim? Buyurdu, buyur yebnə Rasulillah. Buyurdu ki, Dö'bəl, qəbran fi tusin xeyrun nas kullihimu və qəbru şərrihimu haza minəl ibəri. Yaxın zamanda bu Tusda, yəni Xorasanda bir qəbr olacaq. O qəbr bəşəriyyətin ən üstününün qəbri olacaqdır. Və qəbru şərrihim, digər tərəfdən bəşəriyyətin ən şərr adamının da qəbri onun yanında olacaq. Haza minəl ibəri, bu böyük ibrətdir. Yəni dünyanın ən pak adamı ilə, dünyanın ən xarab adamının qəbirləri yanaşı olur. Bu dünyanın ibrətidir bu. Xeyirlə şərin qonşuluğu. Ma yenfa'ur rics min qurbiz zəkiyyi. O murdar adama, onun qəbrinin, pak adamın qəbrinin yanında olmasının heç bir faydası yoxdur. Və la aləz zəkiyyi bi qurbir rics minəz zərəri. Həmçinin o pak adama da o murdar, nəcis adamın yanından bir zərər gəlməz. Dö'bəl soruşdu, yebnə Rasulillah, o hansı qəbirdir ki, Xorasanda olacaqdır? Mən eşitməmişəm. Buyurdu ki, Dö'bəl, o mənim qəbrim olacaqdır. Və məni bastıracaqlar kimin yanında? Dünyanın ən şər məxluqlarından biri olan Harun Ləinin yanında. Harun Ər-Rəşid deyirlər, yəni düz yolda olan. Əslində Harun Ləindir. Çünki ən zalim, ən şəxsiyyətsiz bir, ən mədəniyyətsiz, ən qəddar bir zalim olmuşdur. Tarixin ən murdar adamlarından biri olmuşdur. Dö'bəl İmam Əleyhisselamla sağollaşanda dedi, yebnə Rasulillah, səndən bir mükafat istəyirəm, bir şey istəyirəm səndən. Həzrət keçdi içəri otağa, 10.000 dirhəm ya dinar pul gətirdi, hansı ki İmam Rıza Aleyhisselamın adına sikkə vurulmuşdu. Bir də daha doğrusu 10.000 dirhəm pul göndərdi. Dedi, yebnə Rasulillah, mən sizdən pul müjdəsi, pul mükafatı gözləmirəm. Mənim sizdən gözlədiyim budur ki, öz bədənivizə toxunan bir paltarınızı mənə verəsiz. Həmin paltarı mən vəsiyyət edəcəm ki, ölən anda mənə kəfən qərar versinlər. Xoş o insanın halına ki, o öləndə onun kəfəni sənin kimi bir ağanın paltarı olacaqdır. İmam Əleyhisselam bir köynəyini və həmin o 10.000 dirhəm pulu göndərdi ona. Dedi ki, bu pulu götür. Çox yaxın zamanda sənin bu pula ehtiyacın yaranacaqdır. Bu paltarı da götür. Dö'bəl İmam Əleyhisselamla xudahafizləşdi, çıxdı yola. Bir qafilə idi, qaydırdılar öz məmləkətlərinə. Yolda quldurlar bunların qarşısını kəsdilər. Bu qafilədə nə qədər adam var idi? Hamısını tərkimal etdilər.
hamısının mallarını əllərindən aldılar. Və bu quldurlardan biri bu işi həyata keçirərkən bir bənd şeir oxudu. Sizlər o şəxslərsiniz ki, sizlərin əliniz boş qalacaqdır. Döbəl soruşdu ki, bu şeir kimin şeiridir? Dedi, bir şair var, Döbəl Xuzai, onun şeiridir. Dedi, təsadüfən həmin o Döbəl mənəm. Dedi, nə ilə ispat eləyərsən ki, sənsən? Döbəl həmin o qəsidəni, hansı ki, həmin qəsidəni elə İmam Rıza əleyhissalam üçün oxumuşdu, həmin qəsidəni başdan ayağa qədər səsləndirdi. Təsadüfən həmin o quldur dəstəsinin başçısı, rəhbəri də elə baxmayaraq ki, quldurdur, amma Əhl-i Beyt əleyhissalama bir məhəbbəti vardı. Bu şəxs tez qaçdı həmin o quldurbaşının yanına ki, sən bilirsən biz kimləri tutmuşuq? Biz bir şəxsi tutmuşuq ki, biz qafiləni saxlamışıq ki, həmin qafilədə Döbəl Xuzai var. O Əhl-i Beyt şairidir. Həmin quldurbaşı Döbəli dəvət etdi, söhbət etdi. Tam əmin olandan sonra əmr verdi, bütün həmin o mal, mülk onlara qaytarıldı və ehtiramla onlar yola salındılar. Gəldilər, çatdılar Qum şəhərinə, indiki Qum şəhərinə. Cəmaət Döbəli çox böyük ehtiramla qarşıladı. Minbərə dəvət etdilər və Döbəldən rica etdilər ki, İmam Rıza əleyhissalamın yanında, onun şənində oxuduğun qəsidəni bizim üçün oxuyacaqsan. Döbəl minbərə qalxdı və böyük ehtişamla həmin o qəsidəni oxudu. Ayrılmaq istəyəndə buna təklif etdilər ki, Döbəl, İmam Rıza əleyhissalam ki, sənə təbərrükən paltar vermişdir. Həmin o paltarı tikə-tikə də olsa bizim aramızda böl. Qoy təbərrükən o paltardan bizdə də olsun. Döbəl razılaşmadı. Dedi, nə versəz də razılaşmaram. Bu mənə ağamdan yadigardır. Mənim üçün o qədər dəyərlidir ki bu. Razılaşmadılar. Döbəl və qafilə yola düşəndə şuluq cavanlar sözü bir yerə qoydular ki, biz gedəcəyik yolda, Döbəli yenidən soyacaq, həmin o köynəyi ondan alacaq. Nətər ola bilər ki, Döbəldə İmam Rıza əleyhissalamın xatirəsi qalsın, amma bizdə olmasın. Cavanın düşüncəsi bax belədir. Halbuki haram işdir. İmam Rıza əleyhissalam ona vermişdir. Sən o köynəyi ondan alırsansa, sən qəsb edirsən. Amma həmin o cavanlar o qəsbə imza atdılar. Və yolda gəldilər, aldılar onu onun əlindən, gətirdilər. Döbəl məcbur oldu, təzdən qayıtdı Quma. Xülasər bir razılıq əldə olundu. Həmin o köynəkdən bir parçanı Döbələ təhvil verdilər. Əvəzində də köynəyin digər hissələri tərəfindən biraz pul ona hədiyyə etdilər. Nəysə, yola düşdü, gəldi, çatdı öz məmləkətinə, öz şəhərinə. Gəldi, gördü ki, evini qarət ediblər, evini soyublar. Heç bir şey əlində qalmamışdır. Neynəsin, neynəməsin? Cəmaata dedi ki, cəmaat, məndə sikkə vardır. İmam Rıza əleyhissalamın mənə bəxş etdiyi 10.000 ədəd sikkə vardır. Mən bu 10.000 ədəd sikkəni satıram. Yazırlar ki, birini 100 dirhəmə ya 10 dirhəmə satdı. İmam Rıza əleyhissalam ki, ona demişdi, Döbəl, bu pulu götür, çox yaxın zamanda bu pula ehtiyacın olacaqdır. Döbəl başa düşdü ki, Həzrət nə üçün bunu deyilmiş? Həmin o pulu satdı və bir pul əldə etdi, evinin əşyalarını yenidən qaytardı özünə və yaxud aldı.
Biraz keçdi, bir kənizi var idi. Həmin kənizin xətrini çox istəyirdi. Həmin kəniz xəstələnmişdi. Gözləri möhkəm ağrıyırdı. Bir həkim dəvət etdi. Həmin o həkim gəldi, dedi, Döbəl, bu qızın sağ gözü artıq kör olub. Sağ gözü əmələ gəlməz. Sol gözünü müalicə etsəm, bəlkəm sağalar. Müalicəyə başladı. Birdən Döbəlin yadına düşdü ki, axı mənim ağam və Mövlandan, dünyanın ən mübarək insanından, ən mübarək bir nişanə, onun bədəninin dəydiyi bir paltarın bir hissəsi vardır. Bu bir təbərrükdür, bu bir bərəkətdir. Necə ki, Yusifin köynəyi Yəqubun gözlərinə şəfa oldu, yadına düşdü ki, mənim ağam İmam Rıza Aleyhisselamın mübarək köynəyinin tikəsi yanımdadır. Nə üçün istifadə etməyim? Gecə ikən həmin o parçanı qoydu qızın həmin o kör olmuş gözünün üstünə. Səhər ayılanda məlum oldu ki, qızın o gözləri tamamilə açılmışdır və sağ o salimdirlər. Allah bizi İmam Rıza Aleyhisselamdan, bu pak ailədən, bu müqəddəs ailədən ayrı salmasın inşallah. Pərverdigar-ı aləm onların məhəbbətini günü-gündən qəlbimizdə rövləqləndirsin inşallah. O ailə bərəkətdir, o ailə lütfdür, rəhmətdir. Allah onların ziyarətin, ahirətdə şəfaətin hamımıza nəsib eləsin inşallah. Allah Teala heç birimizə ağır günlər göstərməsin. Lakin əgər kimlərimizsə ağır günlərə düçar olacaqsa, heç zaman gərək ümidsizləşməyək, ümidsizliyə qapılmayaq. Çünki bir qapı var ki, o bütün çətinliklərə qalibdir. O qapı da Allahın qapısıdır. Əhl-i Beyt əleyhissalama təvəssül qapısıdır. Onların qapısına gedən naümid, əlacsız qayıtmaz inşallah.